Ay gəlin, ciyərim yanır. Zəhmət olmasa atan ehsanına bir qap su ver içim. Dəli Kür filmi kino tarixində bir ilk. Zemfira Sadıqova mələk obrazını canlandıraraq kinoda ilk addımını atır. Lakin bu rolu sadəcə oynamaqla kifayətlənmir. Çəkilişlərin gərginliyi onu sınağa çəkir. Kür də biraz açıq-saçıq paltar geyindiyi səhnədən sonra aktrisa ciddi xəstələnir. Hətta at səhnəsində yıxılaraq xəsarət alır. Filmin ən ziddiyyətli və yadda qalan obrazı isə Cahandar ağadır. Real həyatda nişanlı qız qaçırması ilə tanınmış, amma kinoda sərvət və güc uğrunda hər şeyi etməyə hazır bir simadır. Film Qazaxın iki şıxlı kəndi, həmçinin Şamaxıda lent alınmış bir çox səhnələrlə izləyicini həm tarixi, həm də dramatik atmosferə aparır. Filmdə atlar isə xüsusi seçilmişdir və hər səhnə üçün hazırlıqlar əsl əzmkarlıqla həyata keçirilmişdir. Mehmet Ali, deyəsən vaxtında gəlib çatmışdır, ha? Hava yeri atları qovmurdun ki. Bayramın da mübarək olsun. Sağ olun, Allah səndən razı olsun. Mollaxanı səhnəsi kinostudiyanın pavilyonunda çəkilib və burada tanınmış aktyorlar Ceyhun Mirzəyev, Ənvər Həsanov və Telman Əliyev uşaqların arasında rol alıblar. Əlirəv səhnəsində hoppanıb lampadan asılanı isə Qorxmaz Əlilicanzadədir. Elə bu səhnədə İsmail Şıxlının oğlu Elçin Şıxlı da iştirak edir. Film Dəli Kürdə ilk dəfə Novruz bayramı ekranlara gətirilmiş. Papaq atmaq, yumurta döyüşü kimi milli adətlər kino dili ilə təsvir olunmuşdur. Hətta bu səhnələr Moskvada da böyük maraqla qarşılanıb. Bu da mənim. Bu olmadı ki. Filmin ən qalmaqallı səhnəsi isə Mollaxanadakı rəqs səhnəsidir. Burada din xadimlərinin din adı altında törətdiyi yaramazlıqlar açıq şəkildə nümayiş olunur. Çıx bayra. Film tamamlandıqdan sonra tənqidlərin hədəfi olur. Bəzi məqamlar isə senzura ilə kəsilir. Filmin finalı isə ekranlarda yayımlanan versiyadan fərqlidir. Cahandar ağa sərvətini mənimsədiyi üçün Qazaxlar onu arxadan gülləliyir. Lakin Moskva senzurası bunu buraxmır və sonluq bəsitləşdirilir. Allahyar Cahandar ağanı arvadını qaçırdığı üçün öldürür. Əhməd, keç qapıya. Dəli Kür rəngli çəkilsə də Moskvada onun tam təsviri göstərilmədi. Amma tamaşaçılar üçün bu film həm dramatik, həm də tarixi bir şahəsərdir. Bunun tayyanı. Ağa tayı Ölüb, çöpü yağlı. Özünki olsaydı belə baxmazdın. Bərk bağla. Əli, malqara getdi? Səhər tezdən ağa. Yaxşı. Dəli Kür romanının müəllifi İsmail Şıxlı əsərdəki Cahandar ağa obrazını öz babasının həyatından və Qazax mahalında yaşamış real bir bəyin taleyindən ilhamlanaraq yaradıb. Tarixi məlumatlara görə, Cahandar ağa 1853-cü ildə Qazax rayonunun 2-ci Şıxlı kəndində doğulub. O, bölgədə nüfuzlu və varlı bəy kimi tanınıb. Atası Çar ordusunda xidmət etmiş Yusif ağa olub. Cahandar ağa sərt xarakterli, cəsur və sözünün üstündə duran bir adam kimi tanınıb. Axşam Şahnıgərə deyərsən ki, bizə gəlsin. Şamxaldan məktub var. Baş sağ. Bəzi məlumatlara görə 1910-cu ildə Kür çayı yaxınlığında baş verən hadisə zamanı
Rus əskərləri ilə qarşı durmada güllələnərək öldürülüb. Onun məzarı Qazax rayonu 2-ci Şıxlı kəndində yerləşir. Məzar daşının üzərində tüfəng və xəncər təsvirləri olduğu qeyd edilir. Mənim yeganə bir oğlum, mənim öz yanımda olmalıdır. Uşağı aparacağım. Əgər o getmək istəməsə onda necə? O, mənim sözümlə çıxmaz. Xahiş edirəm çağırtdırın. Tarixçilər bildirir ki, romandakı hadisələrin hamısı real deyil. Məsələn, romanda Cahandar ağanın ölümü başqa cür göstərilir. Bəzi araşdırmalara görə isə o əslində döyüşdə yox, öz əcəli ilə dünyasını dəyişib. Yəni, nəticə olaraq, Cahandar ağa həm ədəbi qəhrəmandır, həm də Qazax bölgəsində yaşamış real şəxsin prototipidir. Buyurun əyləşin, bəy. Səndən söz soruşdum. Oğul sizindir, bəy. Siz gərək məndən yaxşı biləsiniz. Növbəti videoda hansı film haqqında araşdırma hazırlamağımızı istəyirsiniz? Fikirlərinizi şərhlərdə yazın. Ən çox istənilən filmi növbəti videoda çəkəcəyik. Daha maraqlı və gizli qalan film hekayələri üçün kanala abunə olmağı unutmayın.